Dördüncü sinifdən 4-cü unitə baxırıq. Buradakı grammar bankimiz nə barədədir? The present simple passive and present progressive passive. Yəni ki, indiki sadə zamanın məchulu və indiki davam edici zamanın məchulu. The present simple passive, indiki sadə zamanın məchulu. In most sentences, the subject carries out an action and the object receives it or the result of it. Bu çox cümlələrdə mübtədalar hərəkəti görür və o hərəkəti obyektin üzərində, yəni tamamının üzərində görünür. In passive sentences, this is reversed. The subject receives the action. Məchul cümlələrdə bu hərəkət tərsinədir. Reverse tərsinə deməkdir. Yəni, subject o hərəkəti, yəni o hərəkət artıq burada subjectin üzərinə görülür. Bu nə deməkdir? Yəni ki, active voice-daki obyekti götürüb gətiririk cümlənin əvvəlinə. Artıq köhnə obyektimiz təzə cümlədə subyektə çevrilir. Yəni, məlumdakı tamamlığı gətiririk, məchulun əvvəlinə qoyuruq və o mübtəda rolunu oynayır. Obyekt artıq mübtədalanmağa başlayır və hərəkət onun üzərinə görülür. Kitab oxunur, yəni oxumaq kitabın üzərində görülür. O mənada deyir ki, subject receives the action. Artıq yeni mübtədamız o hərəkəti öz üzərinə qəbul edir. Astronauts do most washing with a simple wet cloth. Yəni, astronavtlar sadə nəm bir parçadan istifadə edirlər washing etmək üçün. Burada astronaut focus is on the astronauts. Yəni, astronavt cümlənin mübtədasıdır. The subject of the active sentence is astronauts. Yəni, active cümlədir və onun mübtədası, subjecti astronautdur. Do washing, do elə bil hərəkətdir və hərəkətin tamamlığı, yəni edirlər nəyi? Washing-i. Hərəkətin tamamlığı most washing-dir. Bax, bu bizim tamamlığımızdır. İndi həmin o feildən, yəni təsiri feildən sonraki tamamlığı gətirib cümlənin əvvəlinə. Do təsiri feildir də. Bax, balaca feildir, amma təsiri feildir. Edirsən nəyi? Filan şeyi. Görürsünüz, təsiri feildir. Özündən sonra nəyi sualını tələb edir. Yəni, do feilinə siz elə-belə feil hesab eləməyin. Köməkçi də ola bilər. Əsas feil kimi də təsiri feildir. Edirsən filan şeyi. Yəni, çox gözəl bir təsiri feildir. Oxumaq kimi, yəni etmək feili də təsiri feildir. İndi most washing obyektini gətirik əvvələ. Most washing is done with a simple cause by astronauts. By da verə bilərik, by verməyə də bilərik. İndi biz burada neynədik? Feildən sonraki tamamlığı, obyekti gətirik əvvələ. Most washing. Zamanı tapırıq. Nədir? Do, indiki sadə zamandır. İndiki sadə zamanda nə işlənir? Əmiza. Washing, yəni təkdədir. Gerunddur. Gerundun mübtədası tək olur. Ona görə də əmizanın içində nə seçəcəyik? Yes. Do feilində participle to kimi qoyma. Done. Və yerdə qalan cümlənin hissələrini kopyalayırıq. Çünki sözünlü birləşmələr aktivdən passive çevriləndə sözünlü birləşmələr dəyişmir. Bu da oldu nəyimiz? Present simple passive. Yəni indiki sadə zamanın məchulu. The focus of is on most washing. Artıq burada fokusumuz, yəni ki nəzər nöqtəmiz nəyə düşür? Washing üzərinə düşür. Yəni which is the subject of the passive sentence. Artıq washing gəlib passive cümlənin əvvəlinə. Əgər o biri cümlədə bayaqdan obyekti idisə, artıq passive cümlədə o gəlib subjectin yerinə, subyektə çevrilibdir. Do changes to is done. Yəni do feili artıq məchula çevrilir. To bizdə ya participle to quruluşuna, is done formasına çevrilir. Deməli, how to form passive necə yaradırıq deyir. Subject, yəni tamamlığı gətirir subyektin yerinə qoyuruq. Məsələn, this lesson. Əmiza, yenə to be feilinə qoyuruq. Zamana uyğun olaraq to be feilinə qoyuruq. Past participle, yəni ki, əsas feilimizi participle to formasına qoyuruq və by ifadəsini istifadə edirik. Bylı ifadə, yəni atdığımız mübtədanı qaytarmaq istəyiriksə, by ilə qaytarırıq və ya heç qaytarmaya da bilərik. Bysız olsa, əgər atılan mübtəda bysız qaytarılsa, səhvdir. Qaytarılırsa, gərək by ilə qaytsın. Yox, əgər qaytarmaq istəmirsə, yəni bylı ifadəni ümumiyyətlə işlətməyək. Example-ları verib. Criminals are arrested every day in town. İzahını verir ki, the speaker doesn't mention the agent because the verb obviously refers to the police.
Yəni agent nədir? Hərəkəti görən. Deyir, bu cümləni deyən adam hərəkəti görən adını çəkmir. Çünki deyir ki, kriminalları tuturlar hər il şəhərdə. Yəni şəhərdə hər gün kriminalları tuturlar. Həbs edirlər. Niyə burada hərəkəti görən adı çəkilməyib? Because the verb obviously refers to the police. Çünki bu cümlədən açıq-aydın görünür ki, hərəkəti görən polisdir. Yəni bəzən cümlənin mənasından bilmək olur ki, hərəkəti görən kimdir? İndi burada deyir ki, həbs olunur. Həbs eləyən kimdir? Polisdir də. Başqa adam durub həbs eləməz ki, hüquqşünas həbs eləmir, hakim həbs eləmir, nə bilim, müəllim həbs eləmir, yoldan keçən həbs eləmir, həbs eləyən polis olur. Ona görə də əgər cümlənin mənasından hərəkəti kimin gördüyü bilinirsə, heç orada by'lı ifadəni verməyə ehtiyacı yoxdur. Yəni by the police vermək artıq cümləni mənasız bir şeyə çevirir. Yəni orada by the police verməyə nəyə ehtiyacı var ki? Onsuz da hamı bilir ki, həbs eləyən polisdir. Ona görə də bilinəndə ki, kim edir? Orada by'lı ifadəni vermək önəmli deyil. Boş-boşuna uzunçuluğa çevrilir. Yaxşımı? Onu demək istəyir burada. The city is now visited by many tourists. Bu şəhər çox turistlər tərəfindən gəlinmir. Görürsünüz, bizim dilə çevirəndə bu cümlə məchul kimi çevriləndə qəribə bir cümlə əmələ gəlir. Bəzən ingilis dilindəki məchullar bizim dilə çevriləndə qəribə səslənir. Ona görə də o cümlə, məsələn, biz necə deyərik? Bu şəhərə çox da turist gəlmir. Belə demək daha qəşəng çıxır bizim dildə. Amma məchulda tərcümə eləmək biraz qəribə çıxır ki, bu şəhər çox da turistlər tərəfindən ziyarət edilmir. Belə də ortabaq belə, çox da belə super alınmır. Add not after əmiza to form negative sentence. Yəni biz məchul cümləni inkarda vermək istəyiriksə, inkar hissəciyi harda gəlir? Köməkçidən sonra, əsasdan əvvəl. Onu demək istəyir. Be and the subject swap places to form questions. Yəni be and the subject swap. Swap yerin dəyişməkdir. Yəni question, sual cümləsini yaratmaq istəyiriksə, cümlədəki to be ilə mübtədanın yerini dəyişirik. Yəni inversiya yaradırıq. Köməkçi to be feili keçir mübtədadan əvvələ və beləliklə mübtəda ilə köməkçinin yer dəyişikliyi baş verir. Swap yer dəyişikliyi deməkdir. Are criminals arrested every day in this time? Yuxarıdakı cümlənin sualıdır. Nədir? Swap elədir. Swap nədir? Yerini dəyişmək. The station is monitored by the mission control on Earth. Yəni bu stansiya monitor edilir, yəni nəzarət edilir. Kim tərəfindən? Yer kürəsindəki, yəni yer planetindəki missiya kontrolu tərəfindən edilir. Bu şey barədə də kosmosa uçuş falan belə şeylər barədə də bu cümlə. All passives use a form of be with a past participle. Bütün passivləri düzəldəndə biz to be feilinin formasından və participle to formasından istifadə edirik. Yəni deyir ki, bütün passivlərin quruluşu mütləq belə olmalıdır. The agent the thing doing the action. The agent nə deməkdir? Agent hərəkəti görəndir. Onu biz the doer of the action da deyə bilərik. The agent of the action və ya the doer of the action. Doer, yəni edən. Hərəkəti görən. O hərəkəti görən can be introduced with by, but the sentence would still make sense without it. Yəni biz o hərəkəti görəni by'lı ifadə şəklində verə bilərik. Amma without it. O by'lı ifadə olmasa, yenə də cümlə necə lazımdırsa öz passivliyi mənasını daşıya bilər. Yəni, passiv cümlədə by'lı ifadə olsa da, olmasa da heç bir şey dəyişmir. Passiv elə, passiv kimi rahat işlənə bilər. Yəni, orada by'lı ifadə dəhşətli bir fərq yaratmır ki, güya mən gəlirəmsə passiv düzdür, mən yoxamsa passiv səhvdir. Yox, elə bir şey yoxdur. By'lı ifadə çox da belə ölümcül dərəcədə vacib deyil. O sadəcə bizə əlavə məlumat verə bilər. Amma xüsusi ağırlığı yoxdur. Yəni passiv üçün xüsusi rolu, dəhşətli rolu yoxdur. The present progressive passive. İndiki davam edici zamanın passivinə baxaq. The present progressive passive is used to refer to ongoing action.
Biz indiki davam edicinin məchulunu nə vaxt düzəldirik? Əgər hərəkət ongoing, yəni hal-hazırda gözümüzün qabağında davam eləyirsə. İndi active nümunə verir. They are sending messages to the astronauts in space. Onlar mesajlar göndərirlər kosmosdakı astronavtlara. Mesaj deyəndə, yəni siqnallar da, mesajlar da, elə belə yazışmaq mənasında deyil. Mesaj, option, məktub göndərirlər. İndi feildən sonraki obyekti gətirir cümlənin əvvəlinə. Messages. İndi bizim zamanımız nədir? İndiki davam edici zaman. Onsuz da indiki davam edici zaman to be üstəgəl participle one-la düzəlir. Yəni active-də də to be var, passive-də də to be lazımdır. To be-miz zaten var. To be-ni saxlayaq. Yəni to be gəldi. Olduğu kimi. İndi passive-in düsturun yerinə yetirməliyik. Be üstəgəl participle to. Bizim zamanımız nədir? Davam edici. Davam edici nə ilə olur? ING ilə. Deməli be feilinə ING qoşuruq. Being. Sonra da nə gəlir? Participle to. Sent feilinin participle to'sunu işlədirik. Sent. Are being sent. Biz passive öyrənəndə demişik ki, zamanımızda bir feil varsa, məchula çevriləndə iki feil olur. Zamanımızda iki feil varsa, məchula çevriləndə üç feil olur. İndi görürsünüz, are sending iki feildir. Məchula çevriləndə are being sent üç feil oldu. Aha, how to form necə düzəldirik? Subjektimizi, yəni köhnə obyekti gətiririk, subyektin yerinə qoyuruq. This lesson. Əmiza verməliyik. Hər hansısa əmiza forması zamanımıza uyğun olan. Sonra məchuldakı be feilini ing-də veririk. Being. Sonra da participle to işlədirik. Studied və by-lı ifadəni verə bilərik, verməyə də bilərik. More examples. İndi cümlənin sualını vermək istəyir. Bizim to be-miz var cümlədə. Çünki zaten davam edicidə də to be var, məchulda da to be var. To be elə öz yerində qalır, orada problem yoxdur. Sualda to be keçir qabağa. Swap baş verir, yəni dəyişmə, yer dəyişikliyi. Are the toys being cleaned? İndi adi bir nəqli cümlə veribdir, təsdiqdədir. The songs are being sung by the children in the school choir. Çoya deyil o, choirdir. Xor deməkdir. Əgər inkar versək, not inkar hissəciyi harda gəlir? Birinci köməkçidən sonra. Aren't being sung olardı. Belə. Yəni, iki feildən üçə çevirdik. Burada are being, is being plus participle to olmalıdır. Nə deməkdir bu? Yəni, bir dənə to be davam edicinin to be'sidir. O birisi to be məchulun to be'sidir. Və davam edici olduğu üçün ing var içində. Ing. Davam edici olduğu üçün ing var. Məchul olduğu üçün id var. Görürsünüz? Yəni participle one da var, participle two da var içində. Bu quruluşun içində davam ediciyə görə həm participle one var, həm də məchula görə participle two var. Çox qəşəng bir quruluşdur. Unit 4-ün ikinci partına davam edirik. The past simple passive and future passive. Keçmiş sadənin məchulu və gələcəyin məchulu. Past simple passive. Keçmiş sadənin məchulu. English uses the passive voice in the past to stress the effect of an action that happened in the past rather than the cause of the action. Yəni, İngilis dili məchul növü keçmişdə nəyə görə istifadə edir? Ondan ötürü ki, o hərəkətin keçmişdə olduğunu bildirsin. More than 3,200 guests attended the opening ceremony. Bu, active-dədir. 3200-dən çox qonaq iştirak etdi seremonidə. Elə də uzun cümlə yazıblar ki, elə bil qısa ilə izah eləmək olmaz da. İndi, attend feildir, təsiri feildir. İştirak etmək nədə? Falan yerdə. Təsiri feildir. Təsiri feildən sonra nə gəlir? Object. İndi objekti gətiririk, əvvələ subjectə çeviririk. The opening ceremony gəldi subjectin yerinə. Zamanı tapırıq. Attended keçmişdədir. Keçmişdə nə olur? To be-nin keçmişi was were. Ceremony təkdədir, was veririk. Attend feilini participle to-da işlədirik. Attended. İndi atdığımız mübtədanı by ilə qaytarmalıyıq.
by more than 3,200 guests. Yəni burada baylı ifadəni vermək vacibdir. Çünki orada önəmli məlumat var ki, bu seremoniya filan qədər adam gəldi. Orada filan qədər adam vurğulamaq lazımdır ki, yəni filan qədər adam gəldi. Ona görə də bəzən belə cümlələrdə baylı ifadəni atsaq, biraz cümlə mənasız çıxar. Məsələn, açılış mərasiminə gəldilər. Biraz mənasız olur. Amma orada 3200 adam vurğulamaq vacibdir. Ona görə də bəzən cümlədə baylı ifadə önəmli məna daşıyır. How to form. Düsturu necədir? Gəlir məsələn, hansı obyekt? This lesson təkdə və ya these lessons cəmdə. Tək və ya cəm olmasına asılı olaraq ya was ya da were qoyuruq. Was were'dan sonra participle to-nu qoyuruq. Bir də baylı ifadə işlədirik. Bax belə. More examples. Əlavə nümunələr. The house was cleaned by the cleaning lady on Monday. Ev təmizlənmişdi təmizləyici tərəfindən filan günü. The house təkdədir, was veririk. Üstəgə participle to, baylı ifadə. The storybook was read by the teacher to the students yesterday morning. Yəni storybook təkdədir, was read. The cookies were not baked by grandma. Yəni nənə tərəfindən bişirilməmişdi. Cookies cəmdir, veribdir, inkarda. İnkarın not hissəciyi harda gəlir? Birinci köməkçidən sonra. Were not, weren't. Qısa da vermək olar. The email was written by John. Email təkdədir, was veririk, plus participle to. İndi sual cümləsi. Was the car fixed by the mechanic yesterday? Yəni, was were keçir cümlənin əvvəlinə, mübtədadan əvvələ və inversiya baş verir. Future passive. Gələcək, məchul. English uses the passive voice in the future to stress the effect of an action that will happen in the future rather than the cause of the action. Yəni, effekt nədir? Nəticəsi. Cause nədir? Səbəbi. Səbəb həmişə keçmişə aid olur. Biz bunu budaqda, azadda çox yerdə demişik ki, səbəb keçmişə aid olur. Ona görə də nəyinsə səbəbini bildirəndə adətən keçmiş zamanla veririk. Burada isə gələcəyi effekt, yəni nəticə. Nəticə həmişə sonraya aid olur. Gələcəyə aid olur. İndi burada onu demək istəyirəm. The future passive is usually formed with will or be going to. Gələcəyin məchulu adətən will feili ilə, burada shall-ın adını çəkmir, yəni shall moddan düşüb ona görə. Amma verir ki, shall will və ya to be going to feili ilə vermək olar. They will realize exciting projects. İndi exciting projects gəlir cümlənin əvvəlinə. Exciting projects will be realized. Biz burada nə görürük? Will gələcək zamandır. To be-nin gələcəyi nədir? Shall be, will be. Ondan sonra participle to. Yenə də active-də 2 feildir, passive-də 3-lüyə çevrilir. They are going to send an email soon. An email is going to be sent soon. Gəlin bunu da sayaq. Are going to send neçə feildir? 4 feil. Məchula çevriləndə is going to be sent 5-liyə çevrildi. Niyə? Çünki biz həmişə passive-ə görə ortaya to be gətirib atmalıyıq. Mütləq ortaya bir be gəlməlidir. Ona görə də o be-nin sayəsində feilin sayı artır. 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə, 4-dən 5-ə. Are going to send olur. Is going to be sent. İndi deyə bilərsiniz ki, burada are, burada niyə is oldu? Çünki active-də mübtədamız z-dir. Z cəm olduğu üçün are veririk. İndi passive-də obyektimiz gəlir cümlənin əvvəlinə subject-ə çevrilir. An email. Artıq subjektimiz təkə çevrildi. An email təkdədir. Ona görə də biz məcburuq ki, arı təkləyək. Yəni, indiki zamanda əmizavr olur. Ona görə də əmizanın içindən seçməliyik. Tək olsa is qoyuruq, cəm olsa ar qoyuruq. Keçmiş olsaydı, was-were-ın arasına seçim eləyərdi. Was-were-yə çevrilə bilər, were-was-a çevrilə bilər. O, hamısı nədən asılıdır? Passive-də uzlaşma nədən asılıdır? Yadınızda saxlayın. Passive-də uzlaşma gətirdiyimiz obyektdən asılıdır. Çünki o gətirdiyimiz obyekt artıq subyektə çevrilir. Ən çox da buna sual cümləsinə diqqət edin. Çünki sual cümləsinin başında cəm ola bilər, amma gətirdiyin obyekt tək ola bilər və ya sualın başında tək isim ola bilər, amma gətirdiyin obyekt cəm ola bilər. Ona görə də həmişə diqqət edin. Xüsusən də sual cümləsində to be-ni
həmişə gətirdiyiniz obyektə uyğun qoymalısınız. Həmişə gətirdiyiniz obyektə uyğun qoymalısınız. How to form düsturun göstərir bizə. This lesson təkdə verib də, tutaq ki, ya cəmdə, fərqi yoxdur. Onsuz da will-də təklik, cəmlik bilinmir. Will həm təklə, həm də cəmlə işlənir. This lesson will be studied və baylı ifadə. Nə görüb burada? Active-də will study olur, passive-də will be plus participle to olur. To be going to barədə baxaq. These lessons cəmdə veribdir. Are going to be studied. Deməli, to be going to-nun passivi necə olur? Gəlin yazaq. To be going to read. Tutaq ki. Biz burada görürük to-lu infinitiv. Biz harda infinitiv görürüksə, məhçulu infinitivin üstünə atırıq. To be going-lə işimiz yoxdur. Baxın. To be going. To be going. To be going. To be going həmişə to be going kimi qalır. To be going-a biz əl vurub dəyişə bilmərik. Orada ancaq əmizə vozvönü dəyişə bilərik. Biz həmişə be-ni, yəni məhçulun be-sini, bir üstə ya participle to düsturunu infinitivin üzərinə atırıq. To read-in passive necə olur? To be read. Sonra to do infinitive olsaydı nə olardı? To be done. Sonra başqa nümunələr yazaq. To clean olsa nə olmalıdır? To be cleaned. Yəni to be üstə ya to be going to-nun məhçulu necə olur? Infinitivin üzərinə atılır. Infinitivin də məhçulu nədir? To be üstə ya participle to. Bax, to be üstə ya participle to. Gördünüz? To be üstə ya participle to. To be üstə ya participle to. To be üstə ya participle to. Infinitivin məhçulu elə məhçulun düsturudur da. To be üstə ya participle to. Yaxşı. Yuxarıdakıları da demək istəyirəm. Baxın. Are going to send. Necə olacaq? Bax, bu infinitivin üzərinə atacaq məhçulu. Going əli vurmadıq ki, sadəcə arı izlə əvəz elədik. Çünki orada cəmdə burada təkdir. To send-i nə elədik? To be sent elədik. To be sent. Nə oldu? To be üstə ya participle to. Düzdürmü? Gəlin başqa nümunə də tapaq. Yoxsa burada qutardı elə. Buradan başlayırdı da. Hə. İndi gəlin bu cümlələrə baxaq. The movie will be watched. Görürsünüz, to be üstə ya participle to. The new playground is going to be built. Is going-a əl vurmadıq ki. Amma infinitivə baxın. To be üstə ya participle to. Will be hung. Nə görürük? Be üstə ya participle to. Will be sent. Nə görürük? Be üstə ya participle to. Will not be decorated. Nə görürük? Be üstə ya participle to. Və inkar hissəciyi. İnkar hissəciyi hara qoşulur? Birinci köməkçidən sonra qoşulur. Are you going to be sent? Baxın. To be going hissəsinə əl vurmuruq da. Going kimi qalır. Going-lə işimiz yoxdur heç vaxt. Biz məchulu nəyin üstünə atırıq? Infinitivin üstünə atırıq. To be sent. Nə görürük? To be üstə ya participle to. Bax belə. Bu yönətimiz də burada bitdi.